Oxumuşam deyib. Harda oxuyub, biz görməmişik. Oxumuşam deyib. Harda oxuyub? Oxumuşam deyib. Harda? Və deyib mənim sayəmdə. Evdə mən də hər şey oxuyuram. Ya yuxusunda oxuyub, ya evdə oxuyub. Gəlsin səhnədə oxursun, sənətkarların yanında. Evdə mən də hər şey oxuyuram, elə şeylər oxuyuram, amma səhnədə yoxdur onlar. Və bilirsiniz nə deyir Kəmalə xanım? Deyir mənim sayəmdə tanındı. Yəni sağ olsun. Yaxşıdır deyir. Yəni sizcə bu normal Baxın, mən sizə bir dənə düşüncədir? söz deyim. Ofeliya Şabanova, buradan salamlayıram. Yaxın Gözəl o barədə dostumuz. fikir bildirdi. Bildirdi. Onu Ofeliya Şabanova oxuyar. O bacarar, öhdəsindən o gələr. Nəfəs xanım Ofeliya ilə özünü səhv salıb, deyib mən onu oxuyaram, nə bilim, neyniyərəm. Mən yəni buradan Nəfəsi də salamlayıram. O da bizim dostumuzdur, həmkarımızdır. Amma o nəfəsi deyil axı. O yalandan oxuyaram, o elə deyil. Onu Ofeliya daha gözəl oxuyar. Bilirsiniz Ofeliya onu bacarar. Gülməli bir cavab deyir. Yəni gülməli ümumiyyətlə söhbətdir ki, deyir mən onu məşhurlaşdırdım. Hamının yadından çıxmışdı. Elə deyir də adam deyir mən onu O tanıdım. nəfəs onu Mən də oxuya bilməz. görməmişəm bu alan nə deyim. Həqiqi oxuya Mən Xan bilməz. Əminin olmasın, bu olsun filmində Xan Əmi o bir parça Şahnaz muğamını oxuyur. Yəni onu oxumaq üçün biraz Yaşar Nuriyev demişkən lazımdır. Hə də. Hə, vallahi. Zillərə dəyməz. Bir də kimdə nə yoxdur, niyə ondan danışır Kəmalə xanım? Ömrü boyu belə olub da, bilmirsiniz ki. Həmişə belə olub, elə də olacaq. Bax niyə də, bax niyə onda bu pafoslu çıxışlarla insanların o fikirlərini qarışdırırlar? Valla bu biraz qarışıq bir şey, onu özündən soruşmaq lazımdır. Niyə belədir? O fikri bildirənlər. Bəlkə reyting Valla xatirinə. nə bilim. Gündəmdə Reyting qalmaq xatirinə üçün olsa də ola zaten bilər, hər şey əlbəttə. eləyirlər də, bilirsiniz. O Elə indi ona biz görə. nə vaxt bilinəcək? Mən də çox şey deyirəm. Mən məsəl üçün falan aman, 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 ay aman, aman. O zilləri var. Onların sənin səs imkanı olmalı ki, sən onları oxuyasan da. Səs imkanları olmalı. Əlbəttə, yalandan mən də çox şey deyirəm. Oxumaq olar evdə. Hə, evdə oxuyur. Evdə. O bilsə nə vaxt bilinəcək? Evdə. Çıxandan sonra bilinəcək ki, bu tamaşaçının oxudu, axı- yoxsa oxumadı. Söhbət ondan Evdə. gedir. Biz Mən də çox şey deyə tamaşaçının bilərəm. zövqünü məhv eləyə bilərik bunu. Kim nə istəyir onu Alqışlayıram oxusa. fikrinizi. Bax, məsəl üçün mən deyirəm ki, qatar muğamı bilirsiniz də, o da çətin bir şeydir. Mən onu oxuyaram, oxumuşam da efirlərdə. Mən bilirəm ki, onu öhdəsindən gələcəm, ağzımdan çıxardıramsa eləyirəm. Və sən o ağzından çıxardırsa, o öhdəsindən gələ bilməyəcəksən axı. Yox, bu zapis deyil axı. Şahnaz muğamını canlı oxumaq Canlı lazımdır. oxuma, əlbəttə. Zapis olar eləmək, yəni onun nəsə bir improvizasiya eləmək, balaca bir nəsə oxuya, amma ümumi olaraq muğamın özünü Heç oxumaq. neçə ildir muğama gedənlər, sənət